Bugünkü canlı yayımızın mövzusu fransız dilində artikel mövzusudur. Demək, artikel nə üçündür? Artikelin bir neçə funksiyası var. Demək, fransız dilində isimlər kişi və qadın cinsi olaraq iki yerə bölünür. Və bu isimləri göstərmək üçün, yəni onların kişi yoxsa qadın cinsi olduğunu, eyni zamanda qeyri-müəyyən və müəyyən olduğunu göstərmək üçün biz artikellərdən istifadə edirik. Salam Kamil, təşəkkür ederim. Artikellərdən istifadə edirik. Ümumiyyətlə bu mövzu, demək bu mövzu, artikel mövzusu, indi bu canlı yayım və eyni zamanda bu canlı yayımdan sonra növbəti canlı yayımlarda demək bu mövzu ilə bağlı olaraq Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə nəşr etdiyi test bankının izahını çəkəcəm. Bu mövzusu demək kimlər üçün faydalıdır, kimlər üçün lazımdır? Şagirdlər üçün lazım olar. Sonra fransız dili müəllimləri üçün, abituriyentlər üçün, kim ki buraxılış imtahanında fransız dilini seçir. Müstəqil şəkildə fransız dili öyrənənlər üçün yararlıdır. Həmçinin müəllimlərin işə qəbul imtahanında iştirak etmək istəyənlər üçün, sertifikasiya imtahanında iştirak etmək istəyənlər üçün. Salam. Demək, artikel birinci danışaq qeyri-müəyyən və müəyyən artikellərdən. Salam Dilşad. Qeyri-müəyyən və müəyyən artikellər. Qeyri-müəyyən artikellər, deməli, 3 qeyri-müəyyən artikel var. Ən, ün və d artikelləri. Ən, ün və d. Yəni, yazılışı belədir. U, n, ən. Bu, ən oxunur və ya ön oxunur. Bu, demək, kişi cinsli tək isimləri göstərir. Yazılışı un olan, oxunuşu isə ün olan artikel qadın cinsli tək isimləri göstərən qeyri-müəyyən artikeldir. Növbəti qeyri-müəyyən artikel des yazılan, amma d oxunan artikeldir. Deməli, 3 qeyri-müəyyən artikel. Artıq bildik. Ən, ün və d. Qeyri-müəyyən artikel nə vaxt işlənir? Birisi, əgər isim haqqında ilk dəfə məlumat verilirsə və heç bir əlavə məlumat verilmir, o zaman ismin qarşısında qeyri-müəyyən artikel işlənir. Məsələn, deyirik ki, stolun üstündə bir kitab var. Sur la table, il y a un livre. Burada biz un livre işlətdik, çünki isim haqqında ilk dəfə danışılırdı və heç bir əlavə məlumat verilmirdi, bilinmirdi ki, yəni bu hansı kitabdır. Sadəcə bir kitab var. Həmçinin deyək, həmçinin ismi tərcümə edərkən hər hansı sözləri ilə tərcümə ediriksə, onda qeyri-müəyyən artikel işlənir. Başqa bəzi ifadələr və feillər var ki, onlardan sonra
deməli, ismin qarşısında qeyri-müəyyən artikellər işlənir. Bu ifadələr ce sont, il y a, il existe, il se trouve ifadələrdir. Bunlardan C budur deməkdir. Məsələn, c'est un livre, c'est un cahier, c'est une voiture. Ce sont C-nin cəmidir. Məsələn, deyirik ki, ce sont des maisons. Bunlar evlərdir. Bu il y a var. Məsələn, il y a var deməkdir. Bundan sonra da qeyri-müəyyən artikel işlənir. Sonra bayaq dedim deyəsən, demək say mənasında, məsələn bir mənasında onda ən, ün və ya cəm artikel işlənir, qeyri-müəyyən. Müəyyən artikellər isə le, la, le, les yazılır və el apostrof artikellər. Bunlar nə üçündür? Deməli, le artikli kişi cinsli tək isimləri göstərir. La, qadın cinsli tək isimləri. Le, yəni les yazılan, S hərfi sözün sonunda oxunmur. O, cəm isimləri qarşısında işlənir. Bir də el apostrof dedik, o demək kişi və qadın cinsində saitlə və ya lal aşla başlanan isimlərin qarşısında işlənir. Bəs müəyyən artikellər nə vaxt işlənir? Biz qeyri-müəyyənlər danışanda dedim ki, demək, əgər isim haqqında ilk dəfə danışılırsa, o qeyri-müəyyən artikellə işlənir. Həmin mesaj, həmin söz təkrar işlənirsə, o demək, həmin söz demək, təkrar işlənirsə, o müəyyən artikellə keçir. Sonra demək, həmin isim təkrar işlənirsə, o müəyyən artikellə keçir. Başqa, hətta ilk dəfə işlənirsə, müəyyən artikellə də işlənə bilər. Bu nə vaxt olur? Demək, həmin isim haqqında əlavə məlumat verilirsə. Məsələn, deyirik ki, bayaq dedik, sur la table il y a un livre, stolun üstündə bir kitab var. İndi, məsələn, deyirik ki, stolun üstündə, məsələn, fransız dili kitabı var. Və ya deyirik ki, bu fransız dili kitabıdır. Onda qeyri-müəyyən artikel işlətmirik, müəyyən artikel işlədir. Deyirik, c'est le livre de français. C'est un livre yox, c'est le livre de français. Çünki artıq burada ismin hansı, deməli, ismin artıq məlum olduğu göz qabağındadır. Sonra bəzi isimlər var ki, məsələn, onlar tutaq ki, ölkə, çay, dağ adları, okean adları, onlar müəyyənlə işlənəcək. Məsələn, La France, l'Azərbaycan, aydındır. Sonra bayaq dediyim kimi, yəni ismi müəyyənləşdirən dəqiq söz olarsa, bunu artıq başa düşdük. Sonra bir sıra sabit birləşmələrdə müəyyən artikellər işlənir. Məsələn, faire le lit, faire la cuisine. Orada müəyyən artikel işlənirsə, artıq o necə varsa elə qalacaq. Sonra yeganə isimlərin qarşısında vahidlik bildirən yeganə isimlərin qarşısında. Məsələn, le soleil, günəş, la lune, ay və s.
Artiklin artıq qeyri-müəyyən artikelləri bildik. Ən, ün, de. Müəyyən artikellər le, la, les, sadəcə oxunmur le və el apostrof. Bayaq dedik, el apostrof demək, saitlə və ya lal aşla başlanan isimlərin qarşısında işlənir. Saitlə və lal aşla. Salam. Müəyyən artikellər bunlardır. İndi digər artikel var. Artiklin birləşmiş forması. Artiklin birləşmiş forması demək, iki sözünü və iki artikel birləşir və artiklin birləşmiş formalarını yaradır. Bunlar asılar. Sözünlərdən biri dö sözünüsüdür. Digəri isə ad. Dö sözünüsü yazılışı d-e yazılır, dö oxunur. Dö sözünüsünün mənaları demək, Azərbaycan dilinə tərcümədə olur ın, in, un, ün, yəni yəl şəkilçisi və dan, dən kimi tərcümə olunur və ya haqqında mənası da var. A sözünüsü üzərində işarə var. A sözünüsün mənaları demək, a, ə, ya, yə, a, ə, ya, yə və ya da, də. Demək, a, ə, ya, yə və ya da, də. A, ə, ya, yə və ya da, dədir. İndi, bu sözünlər hansı artikellə işlənirlər? Le və les, yəni le və le artikelləri ilə işlənirlər. A və d sözünlər. A sözünüsü le artikellə birləşib, o yazılışı belədir. A, u yazılır, o kimi oxunur. Demək, A sözünüsü ilə le artikli birləşir, o birləşmiş artiklini yaradır. A sözünüsü ilə les, yəni cəm artikli, o le oxunur, A ilə le birləşir. A, I, X yazılışı belədir, o da o kimi oxunur. Yəni, o birləşmiş artiklini yaradır. Bu cümlədə fikir vermək lazımdır ki, yəni A sözünün mənaları olsun. Onda əgər ondan sonra A sözünü işlətdik, sonra kişi cinsli isim gəlirsə, deməli qarşısında le var. Le işlənirsə və onları birləşdiririk. Məsələn, deyirəm ki, mən kitabı müəllimə verirəm. Olacaq, je donne le livre. İndi burada müəllimə olacaq. Müəllim sözü le professeur. Bir də yönlü hal var. Müəllim ə, a-ə. Burada da müəllim sözünün qarşısında deməli a qoymalıyıq. A ilə le yanaşı gəlirsə onları birləşdiririk. Olur o professeur. Və ya deyirik, məsələn, mən kitabları müəllimlərə verirəm. Je donne les livres. Yəni də müəllimlər sözü le professeurdur, les, yəni professeur. Onda qarşısında yenə də a olmalıdır, çünki yönlü hal var, müəllimlərə verirəm. Demək, onda yenə a ilə les birləşir, a ilə le birləşir, olur o, yəni a, u, x birləşmiş artikli. Je donne les livres au professeur. Bu A sözünün artikellərlə birləşmiş formalardır. Deməli, iki birləşmiş forması oldu. O, yəni AU və AUX. İkidən. Digər birləşmiş artikel
deməli, de sözünün artikellərlə birləşməsidir. De sözünü birləşir le artikli ilə, yəni iki cinsli müəyyən artikli ilə birləşir. Əmələ gətirir du birləşmiş artiklini. Məsələn, deyirik ki, bu müəllimin kitabıdır. C'est le livre. Deməli, müəllim in var. Müəllim sözü bildiyi le profesördür. Azərbaycan dilində olan in, fransız dilində də de sözünüdür. De ilə le yanaşı gəlirsə, olur du profesör. C'est le livre du profesör. Bu müəllimin kitabıdır. De ilə le yanaşı gəlir. Və ya indi de ilə le, yəni les, cəm artiklinin birləşməsi də var. Onda belə olacaq. Yəni, məsələn, deyirik ki, bu müəllimlərin kitablarıdır. Onda de ilə le birləşir, olur des, de. Ce sont les livres des professeurs. De ilə les birləşdi. Çünki müəllimlər in deyiriksə, müəllimlər sözü le profesördür, bir də in var. O de qoyurun qarşısında və birləşdiririk. Deməli, iki sözünü və iki artikl birləşmə yaradır. Növbəti artikllər hissə bildirən artikllərdir. L'article partitif. Article partitif. Demək, üç hissə bildirən artikl var. Düz bəzi kitablarda 4 qeyd edirlər, amma üçünü deyək. Deməli, du, de la, bir də de el apostrof. Du, kişi cinsli tək isimlərin qarşısında işlənir. De la, qadın cinsli tək isimlərin qarşısında işlənir. De el apostrof isə saitlə və ya lal aşla başlanan isimlərin qarşısında işlənir. Ümumiyyətlə, hissə bildirən artikellər necə isimlərin qarşısında işlənir? Sayılmayan isimlərin və mücərrəd mənalı isimlərin. Sayılmayan və mücərrəd mənalı isimlər. Bəzi feillərdən sonra isimlərin qarşısında hissə bildirən artikl yox, müəyyən artikllər işlənməlidir. Həmin feillər aimer, préférer, adorer, détester feilləri. Yəni, bu feillərdən sonra ismin qarşısında hissə bildirən yox, müəyyən artikl işlənməlidir. Sonra fer və avvar feilləri var. Fer etməkdir, avvar malik olmaq feilləri. Bu feillərlə düzələn birləşmələrdə işlənən artikllər hissə bildirən artikllərdir. Məsələn, faire du vélo, avoir de la volonté və s. Demək, bayaq dedim, hissə bildirən artikllər hansı isimlərin qarşısında işlənir? Mücərrəd mənalı, sayılmayan isimlərin qarşısında. Məsələn, ərzaq adları, onların qarşısında hissə bildirən artikllər işlənir. Məsələn, de la viande, ət, du beurre, yağ, de la farine, un, du fromage, pendir, du miel, bal, du sel, duz, de l'eau, su, du poivre, istiot, du pain, çörək. Təşəkkür ederim. De la compote, kompot, de la confiture, mürəbbə, du sucre, qənd, du lait, süd, du thé, çay, sonra du café, kofe, du bonheur, xoşbəxtlik, de la chance, bəxt, uğur,
və s. Sonra demək, bu hissə bildirən artikllər du, de, la, de, el apostrof. Bəzən bunlar düşür, bunların yerinə sadəcə dö işlənir. Hansı hallarda deməli, bu artikllər düşür, onların yerinə dö işlənir. Onları öyrənirik. Demək, birinci inkarda, ümumiyyətlə, inkarda qeyri-müəyyən və hissə bildirən artikllər düşür, onların yerinə dö işlənir. Məsələn, deyir ki, je mange du pain, mən çörək yeyirəm. Deyirəm, mən çörək yemirəm. Je ne mange pas de pain. Du pain oldu de pain. Çünki inkardır. Digər növbəti qayda isə ölçüsünü göstərir. Məsələn, 1 kilo, 1 tikə, 1 butulka, 1 stəkan, 1 fincan. Onda da demək, bu hissə bildirən artikllər dö ilə əvəz olunur. Sonra bəzi sözlər var, onlardan sonra dö gəlir. Dö gəlirsə daha hissə bildirən artikllər işlənməz. Yəni, birbaşa dö işlənir. Həmin sözlər beaucoup de, plus de, peu de, un peu de, assez de, trop de. Sonra bunu bil. Artikllərlə bağlı növbəti bir dərs, demək, artiklin dö ilə əvəz olunması. Ümumiyyətlə, bu saydığımız artikllərin dö ilə əvəz olunması məsələsi, bunlar sadəcə müəyyən artikllərə aid deyil. Qeyri-müəyyən və hissə bildirən artikllərə aiddir. Dö ilə əvəz olunmaq. Ümumiyyətlə, vasitəsiz tamamlığın qarşısındakı qeyri-müəyyən və hissə bildirən artikllər dö ilə əvəz olunur. Məsələn, mənim bir qələmim var. J'ai un stylo. Mənim qələmim yoxdur. Je n'ai pas de stylo. Un oldu de. Çünki qeyri-müəyyən artikldir, təbii ki, dö ilə əvəz olunmalıdır. Sonra, məsələn, il y a var ifadəsi var. Bunun inkarı il n'y a pas'dır. Ondan sonra da dö gəlir. Yəni, olur il n'y a pas de. Sonra həcm ölçüsünü bayaq dedim, ölçünü bildirsə dö ilə əvəz olunur. Bir də cəm isimlərin qarşısında əgər sifət işlənirsə, onda de, yəni des, qeyri-müəyyən artikli dö ilə əvəz olunur. Məsələn, de fleur, güllər. Əgər bel sözünü qoysaq onun qarşısına, olacaq de belle fleur, gözəl güllər. Dö ilə əvəz olunur. Bir də növbəti artikllərlə bağlı növbəti dərs artiklin işlədilməməsi hallarıdır. Artikllər nə vaxt işlənmir? Və də şəxs adları qarşısında artikl işlənmir. Sonra şəhər adlarının qarşısında işlənmir. Digər ölkə adlarının qarşısında işlənir. Sonra ismin qarşısında işarə sifəti olarsa, ismin artikli düşür. İşarə sifətləri hansılardır? Deməli, sö, set, se. 4 dənə işarə sifəti var. Yazılışını deyirəm, yəni bizim hərflərlə deyirəm. C yazılan, sö oxunur. Bu, kişi cinsli tək isimlərin qarşısında işlənir. C, E, T yazılan, o da set oxunur. Kişi cinsli saitlə başlanan və ya lal-aşla başlanan isimlərin qarşısında işlənir. Sonra Z yazılan set oxunur. Bu, qadın cinsli isimlərin qarşısında işlənir. Bir də ces yazılan S oxunur da. O da cəm isimlərin qarşısında işlənir. Deməli, 4 işarə əvəzliyini öyrəndik. Sö, set, se.
Məsələn, deyək, tutaq ki, ce livre, cet appartement, cette maison, ces voitures və s. Deməli, işarə sifətləri işlənərsə ismin artikli düşür. Növbəti mənsubiyyət sifəti işlənərsə, ismin artikli düşür. Mənsubiyyət sifətləri hansılardır? Mənsubiyyət sifət dedikdə, yəni mənim, sənin, onun, bizim, sizin, onların. Bizdə bunlardır, yəni qarşılığı budur. Fransız dilində biraz çoxdur. Bunları sayıram. Mon, ton, son, mənim, sənin, onun. Ma, ta, sa, bu da mənim, sənin, onun. Me, te, se, bu da mənim, sənin, onun. Demək, sonra notre, votre, leur, bizim, sizin, onların. No, vos, leur, bizim, sizin, onların. Yəni bunlar ismin qarşısında işlənirsə, ismin artikli düşür. Bu da bunların çox olmağının səbəbi odur ki, fransız dilində isimlər cinsə görə dəyişir. İki cinsi əgər tək isimdirsə, onda mənim, sənin, onun desək, deyirik mon, ton, son. Qadın cinsli təkdirsə, onda da mənim, sənin, onun desək, deyirik ma, ta, sa. İndi, əgər isim cəm olsa, onda olur me, te, se. Yenə də mənim, sənin, onundur, amma isim cəm olduğuna görə o mənim, sənin, onun sözü də dəyişilir. Yəni, belədir ki, yəni ismə görə, əşyaya görə mənim, sənin, onun sözü dəyişilir. Şəxsə görə deyil. Sonra notre, votre, leur, bizim, sizin, onlarındır bu. Tək isimlərin qarşısında işlənir. No, vos, leur, yenə də o da bizim, sizin, onların deməkdir, amma cəm isimlərin qarşısında işlənir. Növbəti, demək, miqdar sayı varsa ismin qarşısında, miqdar sayı, onda ismin artikli düşəcək. İsmin artikli düşür. Məsələn, deux livres, 2 kitab. Sonra, məsələn, 5 enfants, 5 uşaq. Amma sıra sayı işlənərsə, ismin artikli düşməyəcək. Miqdar sayı olanda düşür. Növbəti, bəzi qeyri-müəyyən sifətlər var. Onlar işlənərsə ismin artikli düşür. Məsələn, şak qeyri-müəyyən artikli var. Qeyri-müəyyən sifət. Şak qeyri-müəyyən, bəzi qeyri-müəyyən sifətləri var. Onlar işlənəndə ismin artikli düşür. Məsələn, şak qeyri-müəyyən sifəti var. O ismin qarşısında işlənəndə ismin artikli düşür. Məsələn, şak etüdyan, hər tələbə. Artıq etüdyanın qabağında artikl olmur. Və ya quelque qeyri-müəyyən sifəti var. O da işlənirsə ismin artikli düşür. Salam verənlər mənə təşəkkür edirəm. Hamı salam verir. Məsələn, quelque livre, bir neçə kitab. Quelques appartements, bir neçə mənzil. Sonra xitablarda düşür. Sonra bəzi demək sözlər sadalananda düşür. Sonra bir də ismin deməli ismi xəbərin ad hissəsi peşə sənət bildirəndə, milliyyət bildirəndə və ya onun ixtisasını bildirəndə şəxsin, o da ismin artikli düşür. Məsələn, tutaq ki, le professeur müəllim. Le qabağında artikli təbii ki olur. Amma desək ki, o müəllimdir, deyirik, il est professeur. Il est professeur, yəni professorun qarşısında artıq artikli işlənməyəcək. Çünki bu kiminsə peşəsini bildirir. Və ya je suis élève, mən şagirdəm.
Burada da artikl düşür. Çünki yəni şagird olduğumu göstərirəm. Və ya nous sommes Azərbaycanlı. Biz Azərbaycanlıyıq. Burada da artikl düşdü. Çünki bizim milliyyətimizi bildirdi. Sonra və bu kimi bir çox qaydalar var. Artiklin düşməsi ilə bağlı. Növbəti canlı yayımlarda dediyim kimi artikl mövzusu ilə bağlı testi izah edəcəm. Dövlət İmtahan Mərkəzinin 2025-ci il testini. Təşəkkür ederim.